Salam, hər vaxtınız xeyir olsun, hörmətli şagirdlər, əziz izləyicilər. Deməli bilirsiniz ki, artıq 2026-cı ildə keçirilən buraxılış imtahanına bir neçə həftə qalıbdır və mən hər zaman sizə dəstək olmuşam, bu ildə dəstək oluram və bu videoda mən sizə 2020-ci il və 2025-ci il aralığında buraxılış imtahanına düşən bərabərsizliklər və bərabərsizlik sistemi mövzusunda olan sualların izahını verəcəm. Və qeyd edeyim ki, bu PDF-i bütün sosial şəbəkə hesablarımda paylaşacağım. Əldə edib özünüz yenidən işləyə bilərsiniz və yaxud işləyib yenidən videoya baxa bilərsiniz. Bu bizim keçənəcə uğurlarımızdır, şagirdlərimizin. Və PDF tam olaraq səliqəli şəkildə yığılıbdır və hər birinin də cavabları var. Gəlin başlayaq birinci sualdan. Bu sual deməli 2025-ci ildə düşmüş bir sualdır. Və sualların içində görəcəksiniz ki, sadələri də var, ağırları da var və ildən ilə getdikcə 2020-dən yəni 2025-ə qədər sualların səviyyəsinin çətinlik dərəcəsi getdikcə artır. Təbii ki, bu da normal bir şeydir. Gəlin başlayaq birinci sualdan izaha. Ümumiyyətlə, bu tip sualların həll eləyən zaman mən intervallar üsulunun köməkliyi ilə həll eləyə bilirəm. Yəni, intervallar üsulu deyəndə nəyi nəzərdə tuturam? Kiçikdə 0. Sən burada ilkin olaraq nəyə baxmalısan? Bu ifadəyə bir dənə diqqət yetirir. Bu ifadədə sən görürsən ki, x bu da müsbət ədəddir, bu da müsbət ədəddir. İki müsbət ədədin cəmi hər zaman müsbətdir. Yekun burada, deməli, yekun mənfi olması üçün, bu mənfi olması üçün, bu bizdə mənfi olmalıdır ki. Çünki müsbətdir, mənfi müsbətə vurmalıyım ki, mənfi olsun. O zaman x kvadratı çıxılsın 25 kiçikdir 0. Bunu iki yolla həll eləyə bilərsiniz. Biri əzbər üsulu. Əzbər üsulu necədir? Deməli, kiçikdir kvadrat 3 ədədi, yəni kvadrat tənlikdə, kvadrat bərabərsizlikdə kiçikdir olanda yerləşir köklərin arası. -5, 5. Bunun kökləri -5, 5'dir. Və yaxud da intervallar üsulundan həll edə bilərsiniz. İntervallar üsulunda -5 və kökünü qeyd edirsən və aralıqda qiymət verib işarə müəyyənləşdirirsən. -5-dən sol tərəfdə mənfi qiymətlər verəndə bu olur müsbət. -5, 5 arası, məsələn, x-ə 0 versək, burada yerinə yazsaq, bu olur mənfi, bu olur müsbət. Yəni, yekun bizə mənfi lazımdır deyə, -5, 5 aralığı. Yəni, bu zaten oradan çıxır. Yəni, interval qurmamış, sırf əzbər şəkildə də yazmaq mümkündür. -4, -3, -2, -1, 0, 1, 2, 3, 4. Deməli, 4'ü burada, 8, bir dənə ortada 0. Deməli, doğru cavabımız olacaq 9. D variantı. İkinci suala baxaq. İkinci sualda sadə bərabərsizlik sualıdır. Deməli, x çıxılsın 5, kiçik bərabər 2. X-i saxlayıram. 5 atıram sağa, 5 plus 2. X də kiçikdir bərabərdir 7. Bunun həlli deməli olur. Mənfi sonsuzluqdan 7-yə qədər ən böyük tam həlli də elə 7-nin özü. 2-də doğru cavab A variantı. Üçüncü suala baxaq. Bərabərsizliyinin tam həllərinin bir şey yadda saxlayın ki, biz tənliklər sistemini necə həll ediriksə, bərabərsizlik sistemində eyni cür. Məsələn, tənliklər sistemində hər ikisi üçün ortaq kök tapırıq. Burada da ayrı həll eləyib ortaq kök tapacağıq. Yəni, kəsişməsini tapacağıq. 2 vurulsun 3y minus 4 böyükdür, bərabərdir 4y plus 1. 2y üstə gələ 15 böyükdür 4y çıx 5. Belə. Yuxarı vurağacaq 6y minus 8 böyükdür, bərabərdir 4y plus 1. Aşağıda olur 2y olduğu kimi saxlayaq bunu 15 böyükdür 4y çıx 5. Düzümü? Deməli, dəyişənləri bir tərəfə yığacam, ədədləri bir tərəfə. 6y çıx 4y böyükdür, bərabərdir 8 plus 1. 2y çıx 4y böyükdür, mənfi 15 çıx 5. 6y-dən 4y çıxanda 2y böyük bərabərdir 9-dan. Mənfi 2y böyükdür, mənfi 20-dən. Hər tərəfin deməli mən 2-yə bölsəm birinci ifadə. Olur y böyük bərabərdir 4,5. Hər tərəfin mənfi 2-yə bölsəm işarə dəyişir, mənfiyə böldüyümə görə 10. Aha. Ədəd oxumunda da qrup baxa bilərik, kəsişməsini tapa bilərik. Deməli, bura 4,5 alır.
Və burada 10'dur. Bunu almıram ha. Bunu almaya götürməliyik də biz, içi boş olmalıdır. O zaman nə olur? Bu 4,5-dən müsbət sonsuzluğa və mənfi sonsuzluqdan 10'a qədər bunların da kəsişməsi göz önündədir da. Rənglərin üst-üstə düşdüyü yer 4,5 10 aralığı. Tam həllərinin sayını tapın. 5, 6, 7, 8, 9. 5 dənə. Üstə doğru cavab C variantı. Dördüncü suala baxaq. Deməli, dördüncü sualda 1 çıxılsın 5 bölünsün x kiçikdir 0. Ortaq məxrəc eləyək. X minus 5 kiçik 0. Və mən burada nə edəcəm? Mən burada intervallar üstündən həll edəcəm. Məxrəci 0'a çevirən qiymət 0'dır. Sürəti 0'a çevirən qiymət 5'dir. Ayırıram intervalı və aralıqda işarəni müəyyənləşdirirəm. Məsələn, 0'dan sol tərəfdə mənfi 1 qoysam, bura olur mənfi, bura olur mənfi, yekun olur müsbət. 0 ilə 5 arasında, məsələn, x-in yeni 1 qoysam, bu olur müsbət, bu olur mənfi. Yekun mənfi, 5'dən sağda, məsələn, x-in yeni 6 qoysam, bu olur müsbət, bu olur müsbət, yekun müsbət. Bizə nə lazımdır? Kiçik 0 lazımdır. Mənfi olduğu aralıq 0,5 və heç birində almır. 4'də doğru cavab C variantı. 5-ci suala baxaq. Tam həllərinin cəmi. Elə bu aralıqda tam həllərinin cəmi bizdə görünür də. Deməli, x kiçikdir 6, böyük bərabərdir 2. Burada tam həllər 2'dir, 2'ni alır. 3'dür, 4'dür və 5'dir. Tam həllərinin cəmi bu eləyir 5, bu eləyir 9, ümumi cəmdə eləyir 14. 5'də doğru cavab D variantı. 6-cı suala baxaq. Görürsünüz, 2020'də ümumiyyətlə bərabərsizlikdən ağır sual düşmür. 2020'də lap sadələr düşübdür. Amma onu da qeyd edeyim ki, yəni bərabərsizlikdən çox da ağır, acınacaqlı sual tipi olmur adətən, yəni sürpriz olmasa. 15 kiçik x, üstə gələk 11. 15 çıx 11 kiçik x. Deməli, 15'dən 11'ini çıxıram. 4 kiçikdir x. Buradan x 4'dən böyük deməkdir. Ən kiçik natural həlli 4'dən müsbət sonsuzluğa mən cavabım. Burada ən kiçik natural həll 5'dir. Üzərinə də 20 əlavə edirəm. Üzərinə də 20 əlavə edirəm. Olur 25. 6'da doğru cavab C variantı. 7'yə baxaq. Bu sual topluda düşmüş bir sualdır. Deməli 7'də bizə deyir ki, mənfi 7'də verir. Məşhur sual tipidir. Adətən şagirdlər bunda çətinlik çəkir. 1 bölü x-in ən kiçik mənfi tam qiyməti ilə ən böyük natural qiymətlərinin hasilini tapın. Biz bunu 1 bölə şəklində yazırıqsa, 1 bölə şəklindədirsə, mənfi 7'də 1'in bil ki, tərsi sağa gəlir, mənfi 7 kimi. Bu da 1 bölünsün x deməli, böyükdür olur, kiçikdir olur, böyükdür, 4'də 1'in də tərsi olur 4. İndi gəl bu aralığa daxil olan həlləri axtaraq. Deməli, bura olur mənfi 7 almır. Bura olur 4. Aha. Deməli, mənfi 7'dən böyüklər bu hissədir. Daha doğrusu mənfi 7'dən kiçiklər bu hissədir. Mənfi 7'dən kiçiklər. 4'dən böyüklər də bu hissədir. Ən kiçik mənfi tam qiyməti ilə ən böyük natural qiymət soruşa bilməzək biz burada. Şərtə bir dənə baxım yenidən. Yəni burada şərt olaraq şərt bizə belə verir. Bizə deyir ki, burada bu topluda da var. 2025'də bu çıxarıb 2023'də birinci hissədə səhifə 125'də 48 nömrəli sualdır. Sual belədir ki, 1 bölü x-in ən kiçik müsbət tam qiyməti ilə ən kiçik müsbət. Bu müsbət olmalıdır. Müsbət. Ən kiçik müsbət tam qiyməti ilə ən böyük, natural yox, ən böyük mənfi tam qiymətinin hasilini tapın. Deməli, ən kiçik müsbət tam həlli hasilin deyir, özü də burada cəm olmalıdır. Ən kiçik müsbət tam qiyməti 4'dən müsbət olsa, ən kiçik müsbət tam qiymət 5'dir. Ən böyük mənfi tam qiymət də mənfi 8'dir. Mənfi 8'dir. Və bunların bizdən hasilin yox,
deməli fərqini istəməlidir. Fərqi. Ona 5 çıxılsın -8. 5 çıxsın -8, bu da 13 olmalıdır. Yəni misalın şərti biraz düzgün qurulmayıb sanki burada. Yəni doğru cavab 13-dür. Bu sualın eynisi, yenə deyirəm, topluda var. Eynisi topluda var. Səhifə qeyd etdiyim kimi 123-dədir, səhv eləmirəmsə. Səhifə 123-də, 125-də daha doğrusu 48 nömrəli sualda deyir ki, 1/7 kiçikdir x, kiçikdir 4/1 olarsa 1/x-in ən kiçik müsbət tam qiyməti ilə ən kiçik müsbət tam qiymət 5-dir. Ən böyük mənfi tam qiyməti -8. Bunların fərqi də müsbət 13 eləməlidir. İndi inşallah siz bunu işləyəndə mən bunu düzəldəcəm. Yəni doğru cavabımız 13-dür. Davam edək 8 nömrəli sualla. 8 nömrəli tapşırıqda nə deyir bizə? Bərabərsə neçə tam həlli var? Deməli 5 kiçikdir x minus 7 kiçikdir 8. Deməli gəlin birin 2 dənə bərabərsizlərə. Bir bunu həll edeyim. X minus 7 böyükdür 5. Bu tip suallarda, yəni biz böyükdür olanda bizim belə deyək də yolumuz budur. Baxın x minus 7-yə böyükdür 5. X minus 7 kiçikdir -5 və bunun mən birləşməsini götürürəm. Yəni bu 9-cu söz dərsliyində var ki, böyükdür olanda biz belə yaza bilək. Birincidən böyükdür 12 səhv eləmirəmsə var, yəni yanılada bilərəm, amma var. X kiçikdir 2 və bunların birləşməsini götürəcəm. Bunların birləşməsi olur mənfi sonsuzluqdan 2-yə qədər birləşir 12 müsbət sonsuzluq. Bu belə. İkinci halda modulda x minus 7 kiçikdir 8 və kiçikdir olanda artıq yerləşir köklərinin arasında -8 8 arası. Hər tərəfə 7 əlavə etsəm x yerləşəcək, deməli -1 ilə 15-in arası. Və buradan da aldığım həll olur -1 15. Hər ikisi üçün təbii ki ayrıca intervalda quraq baxaq. Deməli bura olur -2. Bura olur -1. Bura olur 12. Bura olur 15. İndi gəlin bunları göstərək ki, bunların kəsişməsi hara düşüb. Deməli biri olur mənfi sonsuzluqdan -2-yə qədər 12 müsbət sonsuzluq. Biri də olur -1 15 arası. Bunların kəsişməsi görünür də hara düşdü. Burada 2 yazmışam, burada -2 yazmışam. -2 o müsbət 2 olmalıdır. Onda bizim burada vəziyyətimiz dəyişir də. Bizim burada vəziyyətimiz dəyişir. Deməli bura olur -1. Bura olur 2. Bura olur 12, bura olur 15. Oradan ora düz götürməmişəm. Mənfi sonsuzluq 2. Deməli 12 müsbət sonsuzluq. Və biri də olur -1 15 arası. Bunlar arasında ümumiyyətlə bunun həlli deməli heç birisini almır. -1 2 birləşir 12 15 arası. Buradakı tam həllər deməli 0 1 13 14. Onun da doğru cavabımız A variantı olur da belə çıxır ki 4 dənə. Keçək 9 nömrəli tapşırığın həllinə. Deməli bərabərsizliğini ödəməyən deyir. Deməli ödəməyən deyirsə, onda mən bunu belə yaza bilərəm. 2x kvadrata çıx 7x üstəgələk 5 kiçik bərabərdir 0. Bunun köklərini tapaq. Diskriminant bərabərdir 49 minus 4/2 8 40 bərabərdir 9-a. Deməli x1 bərabərdir 7 üstə gəlinsin 3 bölünsün 4 bərabərdir 2,5. x2 bərabərdir 7 çıxılsın 3 bölünsün 4. Bu da bərabərdir 1-ə. Deməli bizə kiçikdir olduğuna görə elə moduldakı kimi salacam köklərin arasına. Yəni 1 2 15 arası. Ödəməyən tam həllər 1-dir, 2-dir. Bunların da cəmini istəyir bizim. 1 plus 2 bərabərdir 3. 9-a doğru cavab B variantı. 10 nömrəli tapşırıq baxaq. Artıq 2021-ə keçmişik. 10 nömrəli tapşırıqda bizə deyir ki y-in müsbət qiymətini tapın. Bizə deməli verib -2 kiçik x kiçik bərabər 4. Bizə də deyir ki -3x üstə gəlinsin 2y üstə gələk 4.
Bərabər 0. Buradan 2y saxlayım, qalanını atım sağa. Bərabərdir. Müsbət 3x çıx 4. Bizə müsbət 3x lazımdır. Bunu hər tərəfini 3-ə vurum. 3-ə vursam, mənfi 6, 12. Düzümü? Hər tərəfi mənfi 4 əlavə edəsəm, 3x minus 4 kiçikdir, böyükdür. Mənfi 4 əlavə edəsəm, mənfi 10, 12-nin üzərinə mənfi 4, 8. Elə 3x minus 4 bizə 2y verir daha. Mənfi 10 və 8. Hər tərəfini 2-yə bölsəm, mənfi 5 və 4. Bunlar arasında yerləşən ədədlərin cəmi mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, ta ki 4-ə qədər. Yəni mənfi 4-dən 4-ə qədər bunların cəmi elə bizə 0 verir də, çünki simmetrikdir. 11 nömrəli tapşırıq. Natural həllərinin cəmi. İndi dedim ki, bunu kiçikdir olanda nə edirəm? Köklərini tapıb köklərin arasına salıram. Amma təbii ki, x kvadratının əmsalı müsbət halında mən bunu yaza bilərəm. Və yaxud da bildiyiniz interval üsulundan yaza bilərsiniz. Viyyətə görə mən bunun köklərini tapası olsam, toplayanda 6, vuranda 5 eləyirsə 1 və 5'dir da. Əgər kiçikdir olarsa, o zaman yerləşir köklərin arası 1, 5. 1 üstə gələk, 2 üstə gələk, 3 üstə gələk, 4 üstə gələk, 5. Bizə natural həllərin cəmini istəyir. 3, 6, 15. 11'də doğru cavab 15. 12'yə baxaq. Bax, indi gəldik, bax bu dediyimi mən yazdım. Elə bil ki, indi 12 nömrəli tapşırıqda bunu biraz tətbiq edəcəyik. Bu bizə deyir ki, x kvadrat üstə gəlinsin b2 üstə gəlinsin z kiçikdir 0 bərabərsin həlli mənfi 4 aralığıdır. Bu mənfi 4 aralığı o deməkdir ki, yəni biz 11'də nə dedik? Dedik ki, köklərini tapırıq. Əgər kiçikdirsə salıram köklərin arasına cavabı. Burada da deməli eyni qayda. Kiçikdirsə deməli bu mənfi 4 aralığına salmışam. Deməli mənfi 4 bunun köküdür. x1 bərabərdir mənfi 2, x2 bərabərdir 4. Bu belə. Deməli bu çevrilmiş kvadrat təyin edir və kökləri cəm əks işarəli ikinci həddin əmsalı mənfi 2 plus 4 mənfi b bərabərdir müsbət 2, b bərabərdir mənfi 2. Biri bu. Kökləri hasildə sərbəst həddir. Mənfi 2 vur 4 bərabər mənfi 8. O zaman mənim funksiyam olur y bərabərdir x kvadratı b bizə 2'dir. Minus 2x çıx 8. Vəssalam. Bizə də deyir ki, təpə nöqtəsinin koordinatlarını tapın. Gəlin tapaq. M bərabərdir mənfi b bölü k bərabərdir müsbət 1. N-nı tapmağın 2 yolu var. Biri düstur üsulu, biri də m-i gətirib burada x-in yerini yazmaqla tapa bilərsən. 1 minus 2 çıx 8. Mənfi 1 mənfi 9. Deməli təpə nöqtəm olur 1 mənfi 9. Belə. Sonra 13 nömrəli tapşırığa baxaq. Deməli 13 nömrəli tapşırıqda bizə deyir ki 10 kiçikdir a kiçikdir 16. 2'də 1'ə vursam hər birini 2'də 1 a 16'nı 2'də 1'ə vuranda 8, 10'u 2'də 1'ə vuranda 5. İfadəsini qiymətləndirin. Cavabımız olacaq 5, 8. Sonra 14 nömrəli tapşırıq baxaq. Adətən 14 nömrəli tapşırıq şagirdlər sevmir, amma düşür. Deməli, x üstə gəlinsin 1 bölünsün 3x minus 2 çıx 2 böyük bərabərdir 0. Ortaq məxrəc eləyək. Deməli, 3x minus 2 x üstə gəlinsin 1 çıxılsın 2 vuruq 2 vuraq 3x çıx 2 böyük bərabərdir 0. Yuxarı sadələşdirək. X üstə gələk 1 minus 6x üstə gələk 4 bölünsün 3x minus 2 böyük bərabərdir 0. Deməli 5 çıx 5x aşağıda olur 3x minus 2 böyük bərabərdir 0. Vəssalam, sağın sıfır alması lazım idi. Mən intervallar üstündən həll edəcəm. Məxrəci sıfıra çevirən qiyməti ümumiyyətlə almır. 2'də 3, 2 bölü 3. Sürəti sıfıra çevirən qiymətdə 1'dir. Bunu alır amma. Çünki bizdə deməli böyük bərabərdir. Ayıraq bunu intervallara. 3'də 2'dən sol tərəfdə məsələn mənfi 1 versən, bu olur müsbət, bu olur mənfi, yekun olur mənfi. 3'də 2 ilə 1 arasında qiymət versən olacaq müsbət.
1-dən sağda məsələn 5 versən olacaq mənfi. Bizə də böyük 0 lazımdır. Yəni 3-də 2, 1 aralığı. Bunun da deməli ən böyük tam həlli elə 1 olur da. Doğru cavab 1. Sonra 15 nömrəyə tapşırığa baxaq. Baxın, fikir verin. 2023 buraxılışdakı sual və bax 2020-dəki buraxılışdakı sual. Eyni tip sualın, yəni fərqli versiyaları. Yəni 2020-də biraz ağır düşüb, amma 2023-də biraz normal düşüb, yəni biraz rahat düşüb. Ona görə nə etmək lazımdır? Ona görə qəbulları mütləq işləmək lazımdır. Tək-tək mövzular üzrə də işləyə bilərsiniz, ümumi də işləyə bilərsiniz. Yəni hər cür imkan yaratmışam da sizin üçün. Ümumi də paylaşmışam, tək-tək də paylaşıram. 2x böyükdür 10 və 2 çıxılsın x böyükdür -18. Yuxarıdan deməli x böyükdür, hər tərəfini 2-yə bölsən 5. Özə bu böyük bərabər yox, böyük olmalıdır. Buradan deməli -x böyükdür -18 üstə gələk çıx 2. Deməli x böyükdür 5, -x böyükdür -20. X böyükdür 5, hər tərəfi mənfi yapırsam x kiçikdir 20. Ən böyük tam həlli. Və bunun heç birində almır bu. Deməli bura 5'dir, bura 20'dir. Şifahi də bilə bilərsiniz ən böyük tam həllin 19 olmasını. Belə də baxa bilərsiniz. 5'dən böyüklər, 20'dən kiçiklər. Bunların da kəsişməsi düşür 5-20 arasına. Ən böyük tam həllimiz olur 19. 16 nömrəyə tapşırıq baxaq. Xətti bərabərsizlikdir. Sadə bir xətti bərabərsizlikdir. Gəlin bunu açaq. 16. Demək 5 vurulsun x minus 2 üstə gələ 15 böyükdür 2 vurulsun x minus 1. 5x minus 10 üstə gələk 5x çıx 10 üstə gələk 15 böyükdür 2x çıx 2. 5x minus 2x böyükdür 10 çıx 15 çıx 2. 3x böyükdür -7. X də böyükdür -7 bölünsün 3. Yəni x böyükdür -2 tam 3'də 1. Bizim cavabımız olacaq -2 tam 3'də 1'dən müsbət sonsuzluğa. 16'da doğru cavab Y variantı. 2023'də suala diqqət eləyək və fikir verin bu suala. Eyni tipdə sual. Baxın. Yəni siz deyə bilmərsiniz ki, mən 16'ını yazmışam, 17'ni yaza bilmirəm. Burada da məxrəcli ədəd var. Yəni sən xətti bərabərsizlik həll edən zaman, yəni 16 tipi də həll edirsən, 17 tipi də. 17 tipdə biz nə edirik? Elə bil ki, hər tərəfin 2'yə vururam. Ya 6'ya vururam. 7 minus 6k bölü 2 çıxılsın. 8k üstə gəlinsin. 1 bölünsün 3. Kiçikdir 12 minus 10k. Hər tərəfin 6'ya vuracam. 6'nı 2'yə vuranda ixtisar gedir. 3 qalır. 3 vurulsun 7 minus 6k. Çıxılsın 2 vurulsun 8k üstə gələk 1. Çıxılsın. Deməli 6 vurulsun 12 minus 10k. Bunu bura açaq, bir də diqqətli olaq, hesab səhvi getməsin. 21 minus 18k çıxılsın 16k çıx 2. Kiçikdir 72 çıxılsın 60k. K'ları bir tərəfə yığım. Deməli -18k çıxılsın 16k üstə gələk 60k. Kiçikdir 72 çıxılsın 21 üstə gələk 2. Deməli 18 ilə 16 bizdə nə eləyir? 18 ilə 16 eləyir 34. 60'dan da 34'ü çıxsam eləyir 26k. Düzümü? Kiçikdir. Deməli 72 çıxılsın 21 üstə gəlir 2 53. Buna nəsə səhv elədik yenə. Deməli hər tərəfini 26'ya bölsəm heç bir səhv yoxdur. 53 bölünsün 26. K da kiçikdir. Deməli 2 tam düşür. 2 tam 26'da 1 olur da. Yəni cavabımız elə belə də qalır. Cavab da bu formada veribdir. Yox 16 olmalıdır. Bir baxım görək nəsə hesab səhvimiz gedib yəqin ki. Bir dənə baxım yenidən. Yox heç bir səhv yoxdur. Elə belə də olacaq. Yəni hər şey əladır. Bir dənə prosesdə hesab səhvinə diqqət eləmək lazımdır. Çünki kəsirlərdə adətən olur da.
hesab səhvlərimizə diqqət edək. 18 nömrəli tapşırığa baxaq. Deməli, neçə natural həlli var? 36-dan 46-ya qədər. 36-nı alır. Kiçikdir, kiçikdir 46. 36-nı alır. Bunu bir-bir sayıb da tapa bilərsən. Düsturla da tapa bilərsən. 37 və ən sonuncu 45. Say tapılma düsturu. Sonuncudan birincini çıxırsan. Bölürsən arasındakı fərqi üstünə gəlirsən 1-i. Deməli, bu da 10 dənə olur da. C variantı. Davam edək növbəti sualına. 19-cu sualına. Necə 19-a denən ki, müəllim, ağır deyə yaza bilmirəm mən. 3 üstə gələ x kiçikdir, bərabərdir 7. X-i saxlayıram, 3 atıram sağa. X də kiçikdir, bərabərdir 4. 4-dən kiçiklər 4, 3, 2, 1. Natural həllər. Bunu da cəmi eləyir 10. 19-da doğru cavab Y variantı. 20 nömrəli tapşırığa baxaq. Fikir verin, yenə də gəldi xətti bərabərsizliyə. Yəni, xətti bərabərsizliyi maksimum şəkildə düzgün işləmək, düzgün bilmək lazımdır. 2 vurulsun x üstə gələk 4 minus 6 kiçikdir. 4 vurulsun x plus 2. 2x üstə gələk 8 minus 6 kiçikdir. 4x üstə gələk 8. 2x minus 4x kiçikdir 8'lər islah olunur hər tərəfdən. Və mənfi altına atıram sağa müsbət 6. Mənfi 2x kiçikdir 6, x də böyükdür mənfi 3-dən. Yəni cavabımız olacaq mənfi 3 müsbət sonsuzluq. Y variantı. Sonra 21 nömrəli tapşırığa baxaq. Yenə də gəldik xətti bərabərsizliklə. Hətta xətti demək düzgün deyil. Yəni kvadrat bərabərsizlik. Deməli, nə edirəm burada? 2x kvadratı üstə gələ x bölü 2 böyükdür 3x bölünsün 5. Üstə gələk 9 bölünsün 10. Hər tərəfin 10'a vururam. Ondan 2 ixtisar gedir 5 qalır. 2x kvadrat üstə gəlinsin x. Düzümə böyükdür 10'dan 5 ixtisar gedir 2 vur 3x. Üstə gələk 9'a 10'a vuranda elə 9 eləyir. 10x'in kvadratı üstə gələk 5x. Böyükdür 6x üstə gələk 9. 10x'in kvadratı üstə gələk 5x. Çıx 6x çıx 9. Böyükdür 0'dan. Aha. Deməli 10x'in kvadratı 5x-dən 6x çıxana çıx x minus 9 böyükdür 0'dan. Gəlin bunun köklərini tapaq, bərabərsizlik formada həll edək. Diskriminantla da tapa bilərsən və yaxud da kifayət tapa bilərsən. Sən necə uyğundur? B kvadratı çıxılsın 4ac bərabər 361. Düzümü. Deməli 361-dən kök çıxır da bizdə. 19 çıxır. X birinci kökün bərabərdir. 1 üstə gələk 19 bölünsün 20. 1. X 2 bərabərdir. 1 minus 19 böl 20. Bu da bərabərdir 0,9. Mənfi 0,9. Deməli, mən köklərini tapandan sonra böyük kökə böyükdür yazıram. Böyük kökə böyükdür yazıram. Kiçik kökə kiçikdir yazıram və birləşməni götürürəm. Yadda saxlayın. Birləşməni götürürəm. Onda bizim birləşməmiz olur. Mənfi sonsuzluqdan mənfi 0,9'a qədər və heç birində almır. Birləşir 1 müsbət sonsuzluq. Belə. Doğru cavabımız belə olmalıdır. Belə bir cavabımız varmı? Mənfi sonsuzluqdan mənfi 0,9 1 müsbət sonsuzluq D variantına oxşuyur. Bəli. Davam edək növbəti sualdan 22-ci sualına. Bərabərsizliyin ən böyük. Bunun həllərini tapaq. Fikir verin 2025-də düşən bərabərsizliyə. Mənfi 5,3 kiçikdir x kiçikdir 6. Mənfi bunlar arasındakı ən böyük və ən kiçik tam həll. Deməli, mənfi 5, mənfi 4, mənfi 3 ta ki gedir 4, 5, 6. 6'nı almır. Ən kiçik mənfi 5, ən böyük 5. Bunların da hasili mənə verir mənfi 25'i. 22 doğru cavab Y variantı. 23 nömrəli tapşırığa baxaq. 23 nömrəli tapşırıqda deməli mənfi 3x böyükdür 9. Hər tərəfi mənfi 3'ə bölsəm x kiçikdir mənfi 3 və salam. Ən böyük tam həldə də mənfi sonsuzluqdan mənfi 3'ə qədər ən böyük tam həldə təbii ki mənfi 4. Doğru cavab C variantı.
Uğurlar, növbəti izahlarda görüşərik. Özünüzü qoruyun.